Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərimdə başladıq bolu yolmağa. Allah canlarını sağ eləsin. Qardaşları da bizə tatıb göndərən badəm tatıb göndəribdir. Allah köməkləri olsun ki, gəlib yenə də deyirəm, düzdür, təmənnasız yox, amma çox münasib qiymətə köməkli edirlər ki, kolumuzu yonub bizə dolğuluyub, vaxtlayıb təsir verəcəklər. Sən döyünən ürəyimsən, İncə ruhlu yenilməyən, mən sevməyim səni nədən, bu ruhumu sərinlədən, həzin mehim küləyimsən, sən döyünən ürəyimsən, məhəbbətdən bir dağım mən, eşq bitirən bir bağam mən, saf duyğulu uşağam mən, beşiyimsən, bələyimsən, sən döyünən ürəyimsən. Deməli, buranın araları dolğulanır, taxtanın araları. Burada isə Gözəlliyin ən xas dolğu katutla vurulubdur hər iki otağa. Sağ olsun ustalarımız, Allah canlarını sağ eləsin. Çox yaxşı insanlardır. Allah köməkləri olsun. Hava istidir. Ora get, bura gəl, yorulduq. çeşmə kimi Amma axan Allah canlarını sağ eləsin. İndi çay içirlər, şöyle sərinləyirlər, burada söhbət edirlər. Bu mövzunu uzatmayın, ömür boyu gərəyimsən, sən döyünən ürəyimsən, məhəbbətdən bir dağım mən, eşq bitirən bir bağam mən, saf duyğulu uşağam mən, beşiyimsən, bələyimsən, sən döyünən ürəyimsən. Bunun üstündən bir də şükun qalanacaq yoxsa? Sağ olsun. Dayılar əziyyətimizi çəkir, oğluyla bir yerdə. Siz pol da həm pol düzəldirlər, həm şükun qalayırlar, həm dolğuluyurlar, həm də laklayırlar. Sağ olsunlar, bizə demək olar ki, qat-qat ucuzunu eləyiblər. Allah köməkləri olsun. Sağ ol, Allah razı olsun. Allah Nömrənizi deyin, nömrənizi. 077 077 375 375 24 88. 24 88. Əgər kiminsə də evinə pol ustası lazım olsa, yonmaq, dolğulamaq, laklamaq, zəng eləyib əlaqə saxlaya bilərlər. Həm sərgəli iş görürlər, həm təmiz iş görürlər və bununla bərabər çox mehriban, səmimi insanlar var. Təmizliyi sərgə-sərmanı görüşür. Dedilər tostoran gəlməsə biz lakı vururuq. Bu da onu göstərir ki, işlərinin həqiqətən də keyfiyyətinə, sərgə-sərmanına önəm verirlər. Nazarata nazarat. Hə? Nazarata nazarat. İkimiz işləmədilər. Qardaş sağ olun, Allah köməyiniz olsun. Sizi quldan sevəcək.
hakkınızı halal eləyin. Allah razı olsun. Çox sağ ol, Allah razı olsun. Asaqal biberi bax görüm. Bax, mənim zəhmətkeş dayım. Allah köməyiniz olsun, Allah sizdən razı olsun. Əziyyətinizi, haqqınızı halal eləyin. Dayı yerində nömrəsini qeyd eləmişəm. Yəni videonun əvvəlində var. Əgər kim pol işi gördürmək istəsə, zəng edib əlaqə saxlaya bilər. Həqiqətən də həm işlərində keyfiyyətli iş görürlər, səliqəli, təmiz iş görürlər və bununla bərabər, yəni insaniyyətlikləri də ki, yüksək səviyyədədir. Var olun. Çox sağ olun. Allah xeyir versin. Var olun. Çox sağ olun. Evin polu da hazır. Qəşəngdir, hazır sana. Kafel metlaqa. Bu otaqda hazır. Bu otaqda son işlər demişəm, işləmləri gedir. Benim küləyimsən